Əfsanə xanım, salam. Salam, xoş gəldin. Üç sözlə özünüzü ifadə edə bilərsiniz başlanğıc olaraq. Gərək hazırlaşıb. Çox uzun oldu, yaxşı kəsə. Sağ ol. Tamam, gəldik. İngilis sayının da varsa. Əfsanə xanım, salam. Salam, xoş gəldin. Üç sözlə özünüzü ifadə edə bilərsiniz başlanğıc olaraq. Gərək hazırlaşıb. Okay. İndi ağlıma gələn olur ki, naşir, yazıcı, çox balaca belə təcrübə ilə, bir də ana. Okay, suallarımıza keçək. Uşaqlar üçün Azərbaycan dilində müxtəlif mövzulu kiçik ensiklopediyalar hazırlayırsınız. Bu layihəyə başlayanda əsas motivasiyanız nə idi? Biz tək ensiklopediya hazırlamırıq, onu da deyim. Biz sadəcə başlayanda oradan başladıq. Amma hekayələr də yazırıq uşaqlar üçün. Onu da deyim ki, biz layihə deyilik. Bunu da biz yəqin özümüzü düzgün təqdim eləməmişik. Biz nəşriyyatıq. Amma ümumiyyətlə bu nəşriyyatda bu hər layihəyə başlamaq motivasiyamız nə ilə bağlı olub? Məhz əgər ensiklopediyadan danışsaq, bu onunla bağlı olub ki, yenə də bu mənim öz təcrübəmlə bağlı olub. Müxtəlif təxminən elə yəqin ki 30 yaşımdan başladı. Mənim özümdə maraq başladı təbiətə və mən gördüm ki, misal üçün də uşaqlarla rayona gedirik. Bu haqqda çox danışmışam, sizə də danışım. Rayona gedirsən, öz uşaqlarına gəzirsən təbiətdə, orada burada və sən hansısa ağac görürsən və onun adını bilmirsən. Özün bilmirsən, uşağı da deyə bilmirsən və danışa bilmirsən bu haqqda. Və mən onda fikirləşdim ki, bizim ağaclarla bağlı məsəl üçün kitabımız yoxdur. Və yaxud hansısa quşları görürsən, onların da adını bilmirsən, tanımırsan. Və onda mən elə bir ki, bunları hamısını toplayırdım. Mən uzun müddət içimdə belə toplayırdım ki, yaxşı olardı ki, bundan da bağlı kitab olardı, yaxşı olardı ki, ondan da bağlı kitab olardı, amma yox idi belə kitablar. Amma lap belə başlanğıca gəlsək, mənim motivasiyam hardan gəlibdi? Mən ümumiyyətlə təhsil mənə həmişə maraqlı idi, çox maraqlı idi. Uşaqların təhsili dəhşət dərəcədə maraqlı idi və mənim uşağım 5 yaşında olanda mən Bakı Şəhər Təhsil İdarəsində işləyirdim. Və mən öz vəzifəmdən sui-istifadə edib gedib bir məktəbə baxmışdım. Yəni bir layihə kimi idi, amma gedib baxmışdım. Öz şəhərin mərkəzində olan ən yaxşı məktəblərdən biri sayılan məktəbə gedib baxmışdım. Sinifdə 40 nəfər uşaq var idi və mən girdim o sinifə. Yəni bu yaxşı bir şey sayılır. Təəssüf ki, amma hərçənd bu haqqda çox danışılır. Yəni sinifdə 40 uşaq var idi və dəhşətli disiplin var idi. Birinci sinif idi. Uşaqlar belə hərbi kazarmadakı kimi belə qalxdılar, jınq oturdular və bu məni belə dəhşətli dərəcədə ürəyimi sıxdı. Çünki mən fikirləşdim ki, mən uşağımı göndərəcəm və mən uşağımı belə bir yerə göndərmək istəməzdim. Daha sərbəst olsun. Hə, daha sərbəst olmasını istəyərdim. Uşağım daha ümumiyyətlə hesab edirəm ki, uşaqlar daha sərbəst böyüməlidir və bununla bağlı bağçada da əziyyət çəkirdik. Məsəl üçün bağçada özəl bağçaya vermişdik. Uşaq balaca qrupadan böyük qrupaya keçəndə uşağa demişdilər ki, sən artıq böyüksən, sən oynamayacaqsan. Sən stolun başında oturub puzzle yığacaqsan və s. və bununla da mənim uşağım belə kədər basmışdı. Ondan biri də məni də kədər basmışdı ki, mənim uşağım oynamayacaq, qaçmayacaq. Halbuki bu uşağın təbii halıdır və uşaq oynayaraq hər şeyi öyrənir. Biz hətta bir dəfə Təhsil Nazirliyinə belə bir video hazırlamışdıq ki, oynamaq uşağın əsas fəaliyyət növüdür. Biz hər şeydə oynama. Mən də arada yəni belə şey olaraq deyirəm, oynama. Amma oynama, uşaq hər şeyi qurdalır, oynayır və belə öyrənir. Oynamaq uşağın yəni təbii halıdır. Çox uzağa biraz getdim. Nəysə bu məsələ məni çox narahat eləyirdi və biz uşağı spontan olaraq bir də ingiliscə təhsilə verəsi olduq. Və mənim uşağım oxumağı bilmirdi, hərf tanımırdı. Amma mən bilmirdim ki, mən elə bilirdim ki, məktəbdə başlayacaqlar hərf öyrənməyə və o evə illüstrasiyalı kitablar gətirməyə başladım. Və mən fikirləşdim ki, sinifdə hamı oxuyur, mənim uşağım oxumur, mən bunu necə eləyəcəm? Xoşbəxtlikdən, yəni kitablara qayıdırıq. Kitabların bizim həyatımızda olan önəmindən, ümumiyyətlə hekayələrin. Xoşbəxtlikdən mən bu məktəbə getməmişdən qabaq uşağım, mən bundan bir neçə ay öncə Harper Lee-nin Azərbaycanda belə tərcümə ediblər. Bülbülü öldürün. To Kill the Mockingbird. Bu kitabı oxumuşdum və orada Harper Lee deyir ki, mən uşaq vaxtı heç çox hərf öyrənməmişəm, amma sinifdə hamıdan yaxşı oxuyurdum. Çünki mən atamla həmişə qəzet oxuyurdum və o oxuyurdu, mən də onun arxasından təkrar edirdim. Mən fikirləşdim ki, bunu Harper Lee
atası ilə keçiribsə, ümumiyyətlə onun atasından mən valideyn olmağı öyrənirdim. Bir çox şeydə, tək bunda yox. Və mən dedim ki, uşağıma, bu belə tipli kitablar idi, belə çox az belə şəkilli idi və orada bir cümlə olurdu məsəl üçün, və yaxud bir söz olurdu. Və bu hər gün 2-3 gündən bir yeni kitab gətirirdi uşaq. Mən dedim ki, okey, mən sənə hərf öyrətmirəm, mən oxuyuram, sən də ananın arxasınca təkrar eləyirsən. Və biz belə başladıq oxumağa və mənim oğlum çox sürətli oxumağı öyrəndi. Yəni biz təkrar oxuyurduq, həmin kitabı bir neçə dəfə oxuyurduq, çünki onlar qısa kitablardır. Və deyirdi ki, ana indi bunu demə, bunu mən bilirəm. Bunu demə, bunu bilirəm və beləliklə oğlum oxumağı öyrəndi. O oxumağı öyrənirdi. Mən də bir tərəfdən şok keçirirdim kitablardan. Çünki mən hələ kitablar görməmişdim heç vaxt. İndi mənə adi gəlir. Amma bu Oxford Press-in hazırladığı kitablar idi, amma onda adi gəlmirdi. Çox təəccüblənirdim və təəccübləndiyim şeylərdən biri də o idi ki, illüstrasiyalar necə fərqli idi bizim dərsliklərdə olan illüstrasiyalardan. Sonra təəccübləndirən kitabın arxasında olan suallar idi. Suallar çünki əsasən bunu kim dedi, burada nə baş verdi deyil idi. Sən necə düşünürsən, bu qəhrəman falan səhifədə nə hisslər keçirir? Sən onun yerində olsaydın nə edərdin? Və s. bu tipli. Və mən fikirləşdim ki, çox maraqlıdır ki, uşağın düşüncəsini, hisslərini kitab yəni işə salmağa çalışır. Və mən onda fikirləşdim ki, okey, mənim uşağım ingilis dilində təhsil alır, amma dövlət məktəbində uşaqların bunlardan tamamilə məhrumdular. Heç yəni məktəbdən kənarda da bu lüksləri yoxdur ki, belə bir kitablar olsun onların həyatında. Yəni əsas motivasiya onda bu idi. Sadəcə belə 7 il beynimdə bunu daşıyıb pandemiya vaxtı həyata keçirməyə başladım. Elə o bağçadakı puzzle yığmağa başladınız. Hə. Bəli. Sosial şəbəkələrin və süni intellektin bu qədər yayılmış olduğu bir dövrdə uşaqlar və valideynlər üçün ensiklopediyaların nə dərəcədə maraqlıdır? Sual haqqında düşünürəm bir vaxtı. Yəni ki, bizim ensiklopediya məsəl üçün süni intellektdən və yaxud sosial şəbəkədə biz aldığımız məlumatlardan necə fərqlənir? Elə deyib, məsəl üçün mənə elə gəlir ki, ümumiyyətlə kitablar da fərqlidir də, ensiklopediyadan əgər danışsaq, yəni bu tipli məsələn ağaclarla bağlı kitablardan danışsaq. Kitabın məqsədlərindən biri odur ki, o sənə ümumiyyətlə ilkin məlumat verir. O sistemləşdirilmiş məlumat verir. Və kitabın məqsədi əslində tək məlumat vermək də deyil, informasiya vermək də deyil. Mən bu haqqda da bir dəfə danışmışdım ki, ən vacib şeylərdən biri odur ki, uşağın içində həmişə maraq olur və öyrənmək həvəsi olur. Ya biz bunu saxlaya bilirik, böyüdə bilirik, dərinləşdirə bilirik, ya da bunu söndürə bilirik. Bunu saxlamaq üçün bizə mütləq kitablar lazımdır. Və mən kitabdan nəsə haqqında bilmirəmsə, mən bunu süni intellekt vasitəsilə də axtara bilməyəcəm. Ümumiyyətlə axtara bilməyəcəm. Mən nə axtaracağam? Mən hansısa mənim basic biliklərim yoxdursa, baza biliklərim yoxdursa, mən süni intellekt vasitəsilə və yaxud çünki bizim indi hamımızın əlində telefon var, elədir. Amma siz fərqli insanların, fərqli təhsilli insanların Instagramına belə girsəz, çox fərqli kontent görəcəksiniz, elədir? Çox fərqli. Yəni bu hamısı bizim bundan öncə aldığımız təhsillə, tərbiyə ilə bağlıdır ki, biz nə axtarırıq? Bu bir məsələ. İkinci məsələ odur ki, kitablar həm də uşaqların həvəsini saxlayır. Yəni biz nəsə öyrənəndə bunun həvəsində oluruq. Məsəl üçün mən fikirləşdim ki, okey, biz indi telefonla götürüb şəklini çəkə bilirik ağacın yarpağını. Elədir? Və baxa bilərik ki, bu nə ağacıdır. Düzdür, Azərbaycan dilində bu çox çətindir. Məsələn, ingilis dilində çox güman ki tapacaqsınız. Azərbaycan dilində çünki məlumat ümumiyyətlə çox azdır. Amma nə qədər adam görürsüz, uşaq və böyük yoldakı dayanırlar ağacın yanında və bununla maraqlanırlar. Yox. Mənə elə gəlir ki, ən böyük problem marağın olmamasıdır, elədir? Çünki böyüdükcə biz marağı itiririk. Ətrafımıza itiririk, quşlara, ağaclara, yaşadığımız mühitə, dənizə. Misal üçün, hətta mən sizə belə bir söz deyim. Xəzər dənizi deyəndə çoxmu orada bir şeylər sizin ağlınıza gəlir? Ki, orada çox bir şey yaşayır sizcə? Mənim Çikili dənizi ağlıma gəlir. Hə, Çikili dəniz. Başqa bir şey? Su itilər, balıqlar əslində. Oradakı canlı aləm. Hansı ki, bizə çox da görünmür. Altda da çox maraqlanır. İndi fikirləşdim, amma belə Xəzər dənizi deyəndə gəlir o canlılar sizin ağlınıza? Yəqin ki, çox adamda gəlmirdi. Gəlmir. Məndə də gəlmirdi. Və nəinki Azərbaycanda gəlmirdi. Bu təbiətlə də bağlı idi. Çünki biz ağaclar kitabını eləməyə başlayanda düşünmürdük ki, bu boyda kitab olacaq. Çünki elə bilirsən ki, bizdə bir 5-6 dənə ağac var. Yaxud quşlar çox azdır. Sonra məlum olur ki, 441 növdən çox quşlarımız var bizim. Yəni bir hissəsi köçəridir, bir hissəsi yəni bütün il boyu burada olur. Biz ağcalar gəlib, yeri gəlmişkən ancaq qışda olurlar.
Yəni mənə elə gəlir ki, əvəz olunmayacaq bu cəhətdən kitablar. Çünki biz nəsə axtarmağımız üçün sosial şəbəkədə də süni intellekt vasitəsilə də biz nəyi axtarmağımızı bilməliyik. Bizim təhsilimiz yoxdursa biz bilməm nə axtaracağıq orada. Bu maraqlıdır. Ondan da əlavə süni intellekt gəlib sənin məsələn o marağınla məşğul olmayacaq. Özü tək kitablarda da məsələdir. Yəni bu kitab da bir vasitədir, amma insanlara, uşaqlara da, böyüklərə də öyrənməsi üçün bir də digər insanlar lazımdır. Birbaşa uşaqlarla təmasda olmasanız da əsərlərinizlə onlara müraciət edirsiniz. Və bu olduqca həssas və məsuliyyətli işdir. Hər yeni hekayə, kitab üzərində çalışarkən ən çox nələrə diqqət edirsiniz? Mənim bundan öncə məşğul olduğum iş kino olub deyə və kinoda da, kinoya baxanda da, kino ilə məşğul olanda da mən başa düşdüm ki, nəsə həqiqəti çatdıra bilirsənsə və bunu incəsənət vasitəsilə çatdıra bilirsənsə, bu insan üçün yaxşıdır. Bu onu qorxuda da bilər. Bu ona baxmaq istəməyə də bilər bəzən. Çünki həqiqətlə rastlaşmaq çox çətindir. Bu çox vacibdir. Mən elə gəlir ki, uşaqlar üçün də bu çox da fərqli deyil. Uşaqlar üçün də nəsə hazırlayanda biz düşünürük ki, bu birinci növbədə maraqlı olsun. Bu çox maraqlı olsun. Və inanıram ki, biz məsələn kitab hazırlayanda biz özümüz çox əylənirik. Biz axırıncı dəfə məsəl üçün bu suiti ilə Xəzər suitisi ilə bağlı şəkilli kitabı hazırlayırdıq. Onun hər dəfə illüstrasiyasını illüstrator göndərəndə, yəni biz gülürdük və yaxud başqa hisslər keçirirdik. Bu bizə çox ləzzət edirdi və biz fikirləşirik ki, biz bunu hazırlayarkən bunu keçiririksə, deməli uşaq da keçirəcəkdir. Yəni bizim özümüz üçün maraqlı deyilsə, düşünmürəm ki, bunu uşağa yəni sıramaq olar. Bəli, olmaz. Məncə olmaz. Bu bir, maraqlı olmalıdır. Məsələn, sonra bizim kitablarda bu da yəni bizim xarakterinə yəqin bağlıdır. Yumor var. Bunu da yəni hər dəfə hardasa çıxır. Bu da çox vacibdir. Ən çox sevmədiyim şey nəsihətdir. Və bizim bir çox Nizami Gəncəvi. Nizami Gəncəvi. Nizami Gəncəvi də ola bilər, bilmirəm. Onu da deyək ki, Nizami Gəncəvini çox öyrənməmişik təəssüf ki. Yəni ümumi şeyləri bilirik, xəmsəsi var falan, amma məncə Bizə də ancaq nəsihət hissəsi düşür. nəsihət hissəsi düşüb. Ümumiyyətlə kitablarda biz yəni çox qorxuruq hər şeydən, çalışırıq ki, nəsihət olsun hər şeydə ki, yəni uşaqlara mütləq sən bir belə özünə aparma kodeksi yazacaqsan və uşaq ona uyğun gedəcək. Uşağın da zəhləsi gedir hələ ki, böyüyün də zəhləsi gedir uşağın da və heç kim o kodeksə uyğun özünə aparmaq istəmir. Çünki amma əslində biz elə düşünürük ki, mən də elə düşünürdüm. Yeri gəlmiş ki, mənim uşağım yeni doğulanda birinci uşağım. Və mən düşünürdüm ki, mən o qədər çox həyəcanlı idim onun tərbiyəsi ilə bağlı. Çünki elə bilirdim ki, mən nəsə düz versəm düz olacaq, səhv versəm səhv olacaq. Amma uşaq belə bir şey deyil də ki, bu belə ağ kağızdır. Bəs biz ona verdiyimiz şeylər onda bir reaksiya yaradır. Və maraqlı bir şey, maraqlı hekayə onda bir reaksiya. Mən bir rəfiqəm deyirdi ki, Maşa Medvedicə baxmasına Maşa kimi özünü aparmağa başlayacaq. Elə deyil. Nəsə maraqlıdırsa, yəni bu başqa bir şeylər uşağın içində və yaxud nağıl və yaxud hekayə. Və bizə maraqlı, yəni vacib olan şeylərdən biri odur ki, maraqlı olsun. Bizim düzlərimiz fərqlidir axı. Böyük düzüylə uşaq. Düz şeylər də var yəqin ki, demirəm ki, yoxdur, hər şey yəni nisbidir. Elə deyil. Yəni bəzi şeylər əlbəttə ki, çatdırırıq biz, amma yəni bu nəsihət xarakterli olanda, yəni bu maraqlı deyil. Yorur, maraqlı deyil, çatmır uşağa. Məsələn, uşağa bir söz deyirsən, bunu eləmə. Uşaq ümumiyyətlə eşitmir bir də görsən. Amma yaxınlaşıb məsəl üçün bunu necəsə ətrafında danışanda bu başqa bir effekt olur. Ondan əlavə də uşaqların böyüyərkən çünki istəyirdik ki, uşaqları biz böyüdüyümüz kimi böyüməsin, istəyirdik daha yaxşı, daha doğru bildiyin kimi böyüdəsən və hər dəfə uşaqların psixologiyasına bağlı bir kitablar oxuyurduq və onlar da əlbəttə ki, oturur səndə beynindəki, okey. Amma yəni uşaq kitabları ilə bağlı ən əsas bir şey olur ki, uşaq maraqlı olsun, gülsə lap yaxşı, düşünə bilsin, emosiyaları işə düşə bilsin. Maraqlı olsun. Ən vacibi odur məncə. Əfsanə xanım, indi uşaqlar texnologiyanın inkişafı ilə həm daha diqqətə dağınıq, bir yandan da daha məlumatlıdırlar. Onları kitab oxumağa necə cəlb etmək olar? Yəni artıq uşaqları təcrübələndirmək əvvəlki qədər asan deyil, bilirsiniz. Bu belə görünür,
Amma biz məktəblərə məsəl üçün gedirik, uşaqlarla və uşaqların hamısının telefonu var, planşeti var və s. amma yenə də nəsə yeni bir kitab olanda uşaqlar üçün çox maraqlıdır. Bu amma yenə də o uşaqlarla baş verir ki, onlarda evdə oxumağa vərdiş, evdə və yaxud həm də məktəbdə oxuma vərdişi. Çünki bu vərdişdir. Diqqət dağınıqlığı ilə bağlı bunu yenə də böyüklər ancaq kontrol edə bilər. Çünki onlara məhdudiyyətlər qoyur. Bu özümüzdə də baş verir. Yəni mənim 41 yaşım var, məndə də baş verir ki, mən özüm kontrol eləməsəm, mənim də diqqətim yayılır, fokusum azalır və s. və axır. Yəni bu mənim məsuliyyətim. Böyük olaraq mən özümü kontrol eləyirəm. Uşaq olaraq biz də kömək eləməliyik onlara. Amma əlbəttə ki, yaranır belə bir konkurensiya. Ona görə yəni kitablar maksimum yenə də maraqlı olmalıdır. Kitab maraqlıdırsa, illüstrasiyası ilə, hekayəsi ilə uşaq onu oxuyacaq. Əsas da siz əgər uşağa kiçik yaşlarından kitabı təklif eləmisinizsə, ondan oxuyursunuzsa. Çünki bu təkcə bir də kitabla təmas deyil də. Çünki uşaqla əgər oxuyursunuzsa siz evdə, bu həm də onun böyüyü ilə təmasdır. Bu ana da ola bilər, ata da ola bilər, nənə baba da ola bilər. Bu deməkdir ki, onun kitabla bağlı həm də o bağlılığı var da, bir xoş bir hissləri var ki, mən bunu nənəmlə oxuyuram, mən bunu anamla oxuyuram. Məsəl üçün mən bəzən bunu ardıcıl eləyirəm, bəzən davamlı eləmirəm, çox təəssüf ki. Amma biz qızımla hər axşam oxuyanda yatmazdan öncə bu bizim ikimiz üçün də çox xoş belə vaxt keçirmə olur. Çünki bu təkcə belə öyrənmək məqsədi ilə olmur da. Əlbəttə ki, öyrənirik. Yəni oxumağı öyrənir, düşünməyi öyrənir, sual verməyi öyrənir. Amma biz bir yerdə yəni vaxt keçiririk. Biz bir yerdə bunun zövq alırıq. Mənə elə gəlir ki, biz unutduğumuz şeylərdən biri odur ki, ən vacib olan şeylərdən biri ki, biz yəni yaşamaqdan zövq almalıyıq. Oxumaqdan, insanla təmasda olmaqdan. Çünki biz sonra nəsə axtarırıq, tapa bilmirik və özümüzə yer tapa bilmirik. Amma əslində çox bəsit şeylərdir də bunlar. İnsanla təmas axtarırıq. Məsələ tək oxumaq deyil, prosesin özü də var. Xeyr, çünki bizi uşağı təkcə oxumaq böyütmür. Yəni məqsəd nədir? Uşaq böyüsün və yetkin olsun, elə də yaşaya bilsin bu dünyada. Bu çox mürəkkəb və çətin və bəzən qorxulu dünyada yaşaya bilsin, elədir? Məqsəd odur. Və bizimlə böyüdür. Bizi təkcə kitab oxumaq böyütmür. Bizi onu kimlə oxuyuruq, necə oxuyuruq. Çünki məsəl üçün də nağıllarla da bağlı belə bir şeylər var ki, nağıllar qorxuludur. Okay, normaldır. Böyüklər uşaqlardan daha çox qorxur düzdür nağıllardan. Amma əgər özdə fikir versəz, məsəl üçün, əgər hansısa valideyn oxuyursa öz uşağı ilə, nəsə bir qorxulu nağıl varsa, onu istəyir dəfələrlə danışsın. Çünki o qorxulu nağılı oxuya-oxuya, o öz qorxusuna qalib gəlir və bu böyüyün yanında bu daha rahat baş verir. Və sən qorxuna qalib gəlirsənsə, sən böyüyürsən. Ya da ki, yəni böyük də olursan, sonra elə qorxa-qorxa yaşayırsan. Həmişə kitablar vasitəsilə fərqli mədəniyyətləri tanımağın uşaqların təxəyyülü üçün müsbət tərəflərindən danışırıq. Bəs sizcə başqa dillərdən tərcümə edilən əsərlərin, xüsusilə nağılların hələ özünü doğulduğu mədəniyyəti və cəmiyyəti tam kəşf etməmiş uşaq üçün nə kimi mənfi təsirlər ola bilər? Maraqlı sualdır. Hə, maraqlı sualdır. Yenə özümün boşluğunu yaşadığım bir şeydir. Okay, Özünü tanımadan başqasını tanıyanda istər-istəməz var belə bir şey. Onda bir yaşda gəlib çıxırsan ki, özünlə bağlı bir çox şeyləri bilmirsən. Yəni sən hara olduğunu, mənsubluq, kim olduğunu, hara mənsub olduğunu, çünki bir insan kimi də özünü axtarırsan, bir hansısa mədəniyyətə də aid olduğunu axtarırsan. Bəli, bunun boşluğu olanda çox çətin olur. Ona görə yenə də bu bizim məsuliyyətimizdir ki, biz özümüz haqqında nə yazırıq, nə danışırıq, necə araşdırırıq. Mən də bunun problemi yaşayırdım və Rəsul Həsənin bu Azərbaycanın qrafik dizaynı, onu görmüsünüz yəqin, qrafik dizayn tarixi kitabı var. Mən o kitabı görəndə, mən onu vərəqləyəndə çox belə kövrəlmişdim. Çünki mənə elə gəlirdi ki, bizdə heç nə yoxdur. Bax, yenə buna gəlirik ki, biz bilmədiyimizə görə elə bilirik ki, bizim mədəniyyətdə heç nə yoxdur. Xəzər dənizində heç bir heyvan yaşamır. Çünki biz bilmirik bu haqqda və bilmədiyimizə görə boşluğa düşürük. Ona görə istəyirsən, mən bu yenə də demək istəmirəm ki, başqa mədəniyyətləri öyrənmək lazım deyil, mütləq lazımdır. Məncə bu bizi çox zənginləşdirir. Amma öz mədəniyyətini də, öz yaşadığın yeri də öyrənmək olduqca vacibdir. Çünki bu sənin DNA-indir də. Bu sənin DNT-dir. Bu sənin DNT-dir. Bəli, çünki öz DNT-ni bilmədən biraz çətin olur. Amma ona görə bu cəhətdən uşaqlar üçün nə kimi təhlükəsi ola bilər? Yenə də bu boşluq məsələsi olur da ki, sən yəni öz ədəbiyyatınla tanış ola bilmirsən, öz mədəniyyətinlə tanış ola bilmirsən. Hətta xalçalar belə səndən, yəni onlar haqqında məlumatın yoxdursa, onu öz mədəniyyətinə daxil eləyə bilmirsən. Ona görə məncə vacibdir.
Bu biraz şablon olacaq sanki, amma sizcə süni intellekt insan kimi hekayə və nağıllar yarada bilirmi? İndi yarada bilmir məncə. Bilmirəm necə olacaq. Mən ancaq özümüz haqqında deyə bilərəm ki, biz süni intellekt uşaqlar kitabını və yaxud böyüklər üçün də kitablar yazmaqda istifadə etmək istəmirik. Ümid edirəm mən ölənə qədər də bu belə olacaq. İndi bilmirəm məndən sonra nəşriyyatı kim necə idarə eləyəcək, ümid edirəm o da eləməz. Yəni biz bu haqqda düşünmürük. Amma süni intellekt özü necə inkişaf eləyəcək? Mənim bu haqqda nəsə deməyim belə spekulativ olacaqdır. Çünki mən bu haqqda belə dərindən maraqlanmıram və bilmirəm. Və bəzi indi gördüyüm şeylər nəsə mən özüm də search eləyə bilirəm. Hə, orada məsəl üçün bu da daha çox məsəl üçün nə bilim pitch deck hazırlamaqla bağlı olur və bu tipli şeylərlə. Amma heç bir kreativ işdə biz hazırlamırıq və mən düşünmürəm ki, o insanı necəsə əvəz eləyə bilər. Çünki bir çox şeylər bizim emosiyalarımızla bağlıdır və insanın düşüncəsi və nəyisə yaratmağı daha bir mürəkkəb prosesdir. O təkcə bilməkdən ibarət deyil də. Yenə biz gəlir ki, bu informasiyadan təkcə ibarət deyil ki, mən bilirəm, söz bilirəm, hekayə qurmağın konstruksiyasını bilirəm və belə qururam. Bu tək belə deyil də. İnsan daha mürəkkəb bir məxluqdur. Ona görə indi eləyə bilmir düşünürəm. Gələcəkdə nə edəcək bilmirəm. Mənim indi bir video yadıma düşür. Onu bizdə bir Azərbaycanlı mühəndis var. O Jeff Bezosun raket şeylən nə idi? Onun SpaceX-in Starlink. Yox, Jeff Bezos da. Hə, Bezosun. Onun şirkətində işləyir. Hə, o bir video qoymuşdu. Orada iki süni intellekt danışırdı və onlar ingilis dilində sual-cavab verirdi. Sonra bu sual-cavablar keçdi hansısa kodinqə bilmədiyimiz dilə. Sonra ümumiyyətlə belə mən bilmirəm o nədir. Öz arasında anlaşma idi da belə deyək. Ki yəni ki o artıq biz bilməyəcəyik nə dildə danışır və bu bizim həyatımıza necə təsir edəcək bilmirəm. Amma mənim məsəl üçün heç bir süni intellektin yaratdığı video və şəkil maraqlı deyil. Ancaq bir nəfərin yaratdığı videolar maraqlı olub. Ancaq o da ona görə ki, o özü çox o qədər maraqlıdır ki və onun özünün orada iştirakı o qədər böyük idi. Bu yenə gəlib çıxırdı ki, adamın özünün burada maksimum iştirakı. Onun üçün süni intellekt tool idi də, yəni bir vasitə idi. Amma belə məni təəccübləndirəcək və belə düşünmürəm. Bəs siz özünüz süni intellekt haqqında hansısa hekayə yazmağı düşünmüsünüzmü? Bundan öncə düşünməmişdim. İndi deyirsiniz, amma ağlıma nə gəlir ki, ola bilər ki, bu hansısa komiks ola bilər. Satirik komiks ağlıma gəlir ki, belə bir şey yazmaq olar. Çünki o bizim həyatımıza daxil olursa, o da bir personaj olur və çox ola bilər ki, əlbəttə onun haqqında da nəsə yazaq. Çünki texnologiya ümumiyyətlə dəyişdikcə hər şey bizim kitablara da yəni daxil olur da. Telefon yox idi, telefon var. Yəni süni intellekt də bir personaj kimi maraqlıdır, bəli, ola bilər. Filan. O da o kosmosdan götürülmüş yad falan idi. Yenə də orada da əgər belə diqqətlə fikir versək və yaxud kinoya baxandan sonra düşünsək, bu İT-də də yenə də biz qalacaq ki, bizə toxunan nə idi? Oradakı o münasibətlər. Emosiya. Yəni insani münasibət, hətta o İT-yə qarşı. Bizim doğuda insanla robotun münasibəti maraqlıdır. Robotların sanki münasibəti o qədər maraqlıdır. Yox. Yəni insan daxil olur. Ya ona da amma yenə də insani bir şeylər yükləyib maraqlanacaq. Bəlkə yenə də bilmirik deyə yox. Ola bilər. O da o da ola bilər. Təşəkkürlər Əsad. Çox sağ olun. Çox sağ olun ki, dəvətimizi qəbul etdiniz. Sağ olun. Çox sağ olun. Mənə də çox xoş oldu.